fikir verirəm 2026-cı ilə girəndən istər ölkə daxilində, istər ölkədən kənar. Qulağımız dincəlmir. Xəbərin ardınca, hadisənin ardınca. İstəyirəm biraz güllələnən müəllim və şagird hadisəsi haqqında danışaq. Kommentlərdə şagirdin tərəfini saxlayan insanlara dəhşətə gəlirəm. Siz və sizin kimlərə görə təhsil hal-hazırda bu vəziyyətdədir. Mən uşaq vaxtı təhsil aldığım dövrdə orta məktəb oxuyarkən təhsil çox yaxşı idi. Müəllimlər tərəfkar idi, yaxşı məktəb idi. Lisey deyildi. Mən adi şəhər məktəbində təhsil alırdım. Düz İdrakin yanındakı Binəqədi rayonu sayılı tam orta məktəbdə təhsil almışam. Valideynlər mənim uşağım demirdilər. Yəni müəllimə deyirdilər ki, dərsi sənin, sümüyü mənim. Ya da ən azından mənim anam belə düşünürdü. Hazırda valideynlər, şagirdlər olublar dəymə düşər. Təhsil də sonra deyirlər niyə bu gündədir? Heç kim günahı özündə axtarmır. Hamı kənar şəxsi günahlandırır. Ümumiyyətlə müəllim nə qədər tələbkar müəllim olmuş olsa belə böyüyə bilməzdi. Heç vaxt güllə həddinə gələ bilməzdi. Hə, okey, ola bilərdi müəllim şagirdi vurmaq istəyəndə şagird onun qolunu vursun, şiddət göstərəndə şagird sərt cavab versin. Uşağın həqiqətən də repostlarına əsasən şizofren, yəni hadisələrə meyilli olmağını göstərir. Göstəricilərinin də, davamiyyətinin də çox yaxşı olduğu qeyd olunur. Bu uşaq oxuyan uşaqdırsa, niyə belə bir hadisəyə yol açsın? Başqa bir hal isə burada psixoloq faktorudur. Kənar şəxs qeyd elədiyim. Kənar şəxs əlbəttə ki, valideynlər də daxildir, ətraf mühit də daxildir. Adi məktəblərdə belə psixoloqlar var. İdrak liseyi kimi illik 16.000 və daha üstü olan liseylərdə əlbəttə ki, psixoloqlar şagirdlərə fərdi, yəni individual yanaşmalıdırlar. Xasiyyətini bilməli. Vaxtında valideynlərinə, müəllimlərə bunlar haqqında əsaslı məlumatlar verməli və bu halların alınmaq üçün tədbirlər görülməlidir. Oradakı mən sistemi bilmirəm. Öz məktəbimizdən deyə bilərəm ki, bir çox psixoloqların özünün psixoloqa ehtiyacı var. Onlar ümumiyyətlə şagirdlərin davranış qaydalarını bilmirlər. Nəinki şagird, müəllimlərlə araları elə də çox yaxşı deyil. Təklif də eləyərdim ki, bu gündən sonra əgər məktəblərdə, əsasən də liseylərdə çox ciddi nəzarət olacaqsa, metrodan keçərkən və yaxud hava limanında istifadə olunan təhlükəsizlik aparatından, çantaları yoxlamağa qoyduğumuz aparatlardan istifadə olunsun, üst-başı yoxlamaq üçün giriş qurğularından istifadə olunsun. Yəqin ki, Azərbaycan təhsilində dəyən bu güllənin təsiri böyük və əsaslı rol oynayacaq cəmiyyət adına, həm də Azərbaycan təhsili adına.